Mənə maraqlı gələn mövzulardan biri sosial şəbəkələrdə kimlərsə qınaq obyektinə çevrilmək, kimlərinsə həyatını qloballaşdırmaq, sosial layihələri və sosiallığı bir balaca yanlış kullanmağımızdır. Cəmiyyətimiz bunu hələ fərqinə varmadan başa düşməliyik ki, əslində biz bir-birimizi pisləmək, bir-birimizin haqqında yanlış danışmaq özü elə bizim üçün ən aşağı frekanslardan biridir. Niyə görə? Çünki biz bir toplumun nümayəndəsiyik. Biz məsələn tutaq ki, hər birimiz Azərbaycanlıyıq. Hər birimiz bir-birimizin uğurlarına sevinməkdən o vedrəyə yığılan xərçənglər kimi, dəniz qırağında olan xərçənglər hər birini vedrəyə yığırlar. Daha sonra biri vedrədən çıxmaq istəyəndə xərçəngin, o birisi onun ayağından dartıb çəkir aşağı. Yəqin ki, bu termini bir çoxlarınız eşitmisiniz. Biz hal-hazırda o frekansdayıq. Hələ biz dünyanın dəyişim dönüşüm frekansına çata bilməmişik. Çünki biz ancaq uğurlarını, başqalarının uğurlarını danışmaq, başqaları uğurlara çatdı, filan şey elədi, filan şeyə çatdı, filan şey elədi, filan şeyə çatdı. Biz bilmədən, ayırt etmədən, düşüncələri və o insanın həyatında baş verən o zirvəyə gəliş nöqtəsini anlamadan biz artıq o insanların həyatını qınaq obyektinə çöndərdik. Bəli, biz elə bu toplumda dəyişikliyi özümüzdən başlamalıyıq. Qarşımıza çıxan hər bir video, qarşımıza çıxan hər bir insana necə gözəl olduğunu, necə gözəl yaratdığını, yazdığını, hər şeyi bəyənin, hər şeyə sevgi götürün. Biraz özünüzü bura düzdür. İlk öncə alışdırılmış beyindəyik biz hal-hazırda. Biraz özümüzü dəyişməyə cəhd eləsək, əslində görərik ki, biz dəyişdikcə ətrafımız dəyişəcək. O bir gözəl psixoloq Carl Jung'un ifadələrindən biridir. Dəyişikliyi içərdən başla. Düşüncələrində başla ki, yansısın sənin ətrafına, özünə. Sən dəyişikliyi içəridə başlamasan, şuur altında başlamasan, sən ümumiyyətlə heç kəsi və heç nəyi dəyişə bilmərsən. Çünki öncə mən tutaq ki, atam anamla söz-söhbət yaşayıram, bacı qardaşımla söz-söhbət yaşayıram. Bunun səbəbini bilmirəm. Sevgi həyatımda uğursuzluqlar olur. Tez-tez küsürəm, barışıram. Şəxsi həyatımda yeniliklər olmur. Kimi qlobal düşündüyümüz bir mövzular. Gəlin o mövzuların altında nəyə axtaraq? Biz niyə görə öz həyatımızı gündəmə gətirməliyik, başqalarının düşüncələrindən öhdəsinə buraxmalıyıq? Tutaq ki, bir insanla sevgi münasibətimiz varsa, bizim niyə görə dostumuz, bizim niyə görə rəfiqəmiz o məsələni bilməlidir? Bizə niyə görə ağıl verməlidir? Bizə niyə görə yön göstərməlidir? Bizim ağlımız onun ağlından aşağıdırmı? Yəni hər birimiz bilinçaltımızı 95% istifadə edə bilmiriksə, 5% istifadə edə biliriksə, biz beynimizin 1%-dən artığını istifadə edə bilirik də. Yəni sizin rəfiqəniz, sizin dostunuz sizcə sizin beyninizdən daha artıqmı nəyisə ifadə edə bilir ki, siz məlumatları onunla paylaşırsınız və yaxud da ki, ananızla problemi yaşayırsınız, kimlərisə baxırsınız, kimlərisə həyatından özünüz örnəklər götürürsünüz. Olmazmı ki, örnəyi özünüz yaradasınız? Örnək valideyn olasınız, örnək övlad olasınız, örnək sevgili olasınız, örnək qohum olasınız, örnək dost olasınız, örnək izləyici olasınız və sizlərə heç bir qarşılıq gözləmədən gözəl videolar çəkən Nəcməddin Fərzəliyevin videolarına dəyərləndirməyə, baxıb keçməmək, hər birimiz bir-birimizə bir şəkildə dəyər verməyə qazansaq, dəyər verməyə bilsək, anlasaq, əslində bilərik ki, biz Yaradanın yaratdıqlarına dəyər verdiyimiz üçün Yaradan da bizə ən gözəl şəkildə dəyər verəcəkdir. Bugün kimin qarşısına baxıram, əlində telefon, sosial medialar. Düzdür, bugünkü dövrümüzün ən aktual mövzularından biri sosial medialardır. Təbii ki, olmalıdır. Hər kəsin bir qazanc yeri, hər kəsin bir qazanc istiqaməti, hər kəsin bir ünvanı, hər kəsin bir yeri var. Amma biz orada o insanlara dəstək olmaq yerinə niyə görə köstək olmağa çalışırıq? Tutaq ki, nə edirsə özünə edir. Sizə etmir ki, sizdən ən gözəlini o sizin qarşınıza çıxan bir sınaqdır. Ona baxın, özünüzdə dərs aparın və daha sonra özünüz ona sevgi ötürün, gözəl şeylər yazın. Qoyun Yaradan sizin qapılarınızı, qoyun Yaradan sizin uğurlarınızı çoxaltsın. Həyatınızda bir döngü yaşayırsınızsa, uğursuz bir sınaq yaşayırsınızsa, bu evinizdə, ailənizdə baş verən o kini, nifrəti başqalarının yorumlarına, başqalarının videolarının altına, şəkillərin altına bildirməyin.
Tutaq ki, bu yaxınlarda bir tiktokerlərdə fenomen olan xanımlar görürəm. Qısa boylu xanımlar var, orada bir neçə qısa boylu xanım var və yəni onların yorumlarına baxıram, ilahi dəhşətdir. Sadəcə nə qədər yanlış, nə qədər dezinformasiya, nə qədər olmayan məlumatlar, sən həyatın belədir, sən beləsən. Niyə insanları qınayırıq? Yəni bugün onun çatacağı uğur, bugün onun çatdığı yer, bugün onun çatdığı təbəqə, bugün onun çatdığı işarə əslində bəlkə də özü üçün bir dünya yaradıb, özü üçün bir yeni bir kəşf yaradıb. Niyə minni biz onun dünyasını kirləndirək? Biz onun dünyasına qarışaq, onun həyatını, onun frekanslarını zədələyək. Qoyun özü bildiyi kimi yaşasın. Ən gözəlini özü bilir. Siz bilmirsiniz ki, onun həyatını. Siz onu elə yazaraq daha çox onun inkişafına əslində mane olmursunuz. Uğurlarını artırırsınız. Amma siz özünüz aşağı frekansa düşmüş olursunuz. Bırakın həyatda hər birimiz istədiyimiz kimi gözəl bir həyat yaşayaq, istədiyimiz kimi paylaşımlar edək və heç birimizə məhdudiyyətlər, sərhədlər qoymayaq. Bir-birimizin qəlbimizi kiçik bir yorumlarla üzməyək. O kiçik dediyiniz o yorum bəlkə də həmin insan reaksiya bildirməsə də çox böyük mənfi təsir edir. Gəlin onları bir-birimizə etməyək. Özümüzə sual verək. Ya biz olsaydıq, bizə elə bir reaksiya bildirilsəydi, davadalaş böyüyəcəkdi, daha istənmədik olaylar olacaqdı. Şəxslər arasında, şəxsi münasibətlərdə çox böyük problemlər, üz-üzə savaşlar ola bilər. Gəlin ilk öncə hər kəsin yerinə özümüzü qoymağa çalışaq və özümüz başqalarının nə düşündüyünü deyərək, yazarkən, paylaşım edərkən, məlumat ötürərkən düzgün məlumatlar ötürək və insanları aşağılamadan, insanlara necə deyərlər, üstdən aşağı baxmayaraq. Ən gözəl insanlıq, insanlığı qəbul etməkdir. Bunu unutmayın.